1905-17 Qafqaz zanişininin ikinci mərhələsi idi Qafqazda və bu dövrdə nisbətən bilirsiniz ki, 1907-ci ildən sonra xüsusən də inqilab zəifləmişdi. İnqilabın toxunluq dövrüdür. İndi uşaqlar, indi 1917 fevral inqilabı dərsinə başlayırıq əvvəlcə. Paragraf 71-ə. Çox əhəmiyyətli bir mövzudur. Yadınıza gəlib, bundan qabaq Rusiyada bir dəfə inqilab baş vermişdi. Birinci Rus inqilabı. Neçənci illər? 1905-1907-ci illər birinci Rus inqilabıdır. O böyük inqilab idi özdə. Orada çoxlu partiyalarımız yaranmışdı inqilabın gedişində. Düzdür? Çoxlu təşkilatlarımız yaranmışdı. Hamısı siyasi qurumlar idi. Orada çoxlu bizim tətillərimiz də baş verdi, üsyanlarımız da baş verdi. Sonra erməni-müsəlman toqquşmaları baş verdi orada. Onlar da ki, Ruslar qızışdırırdı da. Yadınızdadırsa ki, Ruslar erməni və Azərbaycanları bir-birinə qızışdırırdı ki, onlar inqilabda iştirak edə bilməsinlər. Diqqətlərini yayındırmaq istəyirdi Rusiya imperiyası. Dumalar yarandı, Rusiya müsəlmanların qurultayları baş verdi. Yəni, müəllimlər qurultayı baş verdi. Bu cür bir çox hadisələr var idi. Amma yekun olaraq nə baş vermişdi? 1907-də Rus hökuməti o inqilabı yatırmışdı. Çətinliklə də olsa o inqilabı yatırdı. İndi Birinci Dünya müharibəsidir. Neçənci illər idi Birinci Dünya müharibəsi? 1914-18 Birinci Dünya müharibəsi və Rusiyada Birinci Dünya müharibəsində çox böyük itkilər baş verir. Hərbidə, o cəbhədə Rusiya böyük itki yaşayır. İqtisadi cəhətdən Rusiya imperiyası çox ağır bir vəziyyətə düşmüşdü. 1905-7 inqilabını Rus hökuməti yatırır, amma bu dəfəki inqilabı yatıra bilməyəcək. Çünki bu dəfə narazılıq o qədər yüksək səviyyədədir ki, insanların belə deyək, əsəbləri tarıma çəkilir az qala. O qədər böyük problemlər var. Birincisi, müharibə gedir, müharibələr uğursuz olur Rusiya. Cəbhədə Almanlara qarşı döyüşlərdə, xüsusən də Rus əsgərlərinin ağır məğlubiyyətləri var idi 1917-ci ilə doğru. Və düşünün ki, hamı gedir orduya vuruşmağa, hətta demişdik ki, Tatar süvari alayını yaratmışlar bir şey ki, Azərbaycanlı kəndləri orduya aparırdılar. Yəni, vəziyyət bu qədər pisləşmişdi. Və 1916-cı ildə qadınların qiyamı baş vermişdi. Taxıl müttəkilliyi əleyhinə qadınların qiyamı. Görürsünüz, artıq vəziyyət getdikcə narazılıq artmağa doğru gedirdi. Və 1917-ci ildə o dövrdə mart ayına düşür. O dövrdə fevral ayına düşürdü. İndiki tarixlə mart ayına düşür. 8 mart tarixinə düşür. Qadınlar çıxırlar. O dövrdə fevral ayının 27-28-nə düşürdü. Qadınlar çıxırlar Rusiyada küçələrə etiraz edirlər. Üsyançıların tələbi nə idi ən birinci? Çörək istəyirik. Bizə çörək verin. Ardından tələbləri var idi. Rədd olsun mütləqiyyət, yaşasın azadlıq. Deməli, bu üsyanlar baş verir 1917-ci ilin fevral ayında və məsələ budur ki, burada üsyançılara qarşı polis silah işlədir. Və bu, insanların daha da qəzəblənməsinə səbəb olur. İnsanlar daha da çox küçələrə çıxmağa başlayırlar. Görürsünüz, 8 mart hadisəsi əslində bir inqilab hadisəsidir. Əlamətdə bir hadisədir. Qadınların küçəyə çıxıb inqilab eləməsinlə yadda qalmışdı. Və nəticədə bütün zavod fabrikdə işləyən, o günün 12 saat, 13 saat işləyən qadınlar və orada müəyyən vəzifə tutan kişilər də öz işlərini buraxırlar, hamısı küçələrə çıxırlar, etiraz edirlər. Rusiyada çox ağır bir vəziyyətdə idi. Ordunun böyük bir hissəsi cəbhədə vuruşurdu. Heç inqilabı yatırmağa belə ordu yox idi. Həmin cəbhədə vuruşan ordu da böyük məhrumiyyətlər içərisində idi. Məğlub olmaqdaydı. Ölkə daxilində iqtisadi böhran və nəticədə 1917-ci ildə Rusiyada gedirlər, sarayı tuturlar və inqilab baş verir. 1917 fevral inqilabı baş verir və Romanovlar sülaləsinin dövrü Rusiyada başa çatır. Biz bunu ümumi tarixdə daha ətraflı şəkildə qeyd edəcəyik. 1917-də 2-ci Nikolay hakimiyyətdən devrilir və 300 illik monarxiya başa çatır Rusiyada. 1613-1917-də Romanovlar sülaləsi bitdi. İndi maraqlı bir sual ortaya çıxar uşaqlar. Romanovlar sülaləsi başa çatır, düzdür? Onun yerinə nə yaranacaq? Tamamilə monarxiya pisdir, insanlar mütləqiyyəti devirir. Axı, bunun yerində nəsə olmalıdır. Amma bir məsələni nəzərə alın. Normalda yerinə nəsə yaratmaq elə də problemli bir şey olmazdı. Amma bunlar müharibədə iştirak edirlər. Yəni, elə bir hökumət olmalıdır ki,
həm cəbhədəki problemləri həll eləsin, həm ölkə daxilindəki problemləri həll eləsin, həm iqtisadi problemləri həll eləsin. Yəni Rusiyada inqilab müharibə vaxtı oldu. Müharibə vaxtı olması Rusiyalıların işini biraz da çətinləşdirirdi. Belə bir vaxtda uşaqlar iki qurum yaranır Rusiyada. İki qurum yaranır. Konspekt götürün. Biri olur müvəqqəti hökumət. Rusiyada müvəqqəti hökumət olur. Bu nə vaxt yaranır? 1917-ci ilin fevral ayında inqilab baş verən kimi. Başa düşdünüz? Digər qurum olacaq. Rusiyada Fəhlə Deputatlar Soveti. Fəhlə Deputat Soveti. Yadınıza gəlir bu Fəhlə Deputatlar Soveti birinci Rusiya inqilabı dövründə yaranmışdı artıq. Sizə demişdim, ilini öyrənin, bizə lazım olacaq. 1905-6'da fəaliyyətini dayandırmışdı. Rusiyada Fəhlə Deputat Soveti yenidən fəaliyyətini bərpa edir. 1917-ci ilin fevral ayında yenidən. Deməli, Rusiyada iki dənə orqan yaranır, uşaqlar. Müvəqqəti hökumət 1917-ci ilin fevral ayında və Fəhlə Deputat Soveti 1917-ci ilin fevral ayında. Hər ikisi yaranır. Bu faktiki olaraq Rusiyada iki hakimiyyətlik deməkdir. Yəni Rusiyada iki dənə qurum ortaya çıxır. İki hakimiyyətlik yaranır. İkinci Nikolayın devrilməsindən sonra. Müvəqqəti hökumət və Fəhlə Deputatlar Soveti. Hər iki qurum da Rusiyada hakimiyyət uğrunda mübarizə aparırdı. Hər iki qurum da hakimiyyət uğrunda mübarizə aparır. Onda deyə bilərsiniz bunların fərqi nədir? Daha çox üstünlük ilk vaxtlarda müvəqqəti hökumətin əlindədir. Məsələn, sarayda müvəqqəti hökumət ötürübdür. Əsas şəhərlər hamısı müvəqqəti hökumətin nəzarəti altındadır. Amma Fəhlə Deputatlar Sovetinin də tərəfdarları çoxdur, xüsusən də fəhlələr arasında, işçilər arasında. Və bəzi şəhərlər bunların nəzarətindədir. Bunların da silahları və texnikaları var, əvvəlcədən yığıb saxlayırlar. İndi bunların əsas tələbləri nədir? İki hakimiyyətlikdir. Müvəqqəti hökumət daha çox Avropa meyillidir. Daha çox yeniləşmənin tərəfdarıdır. Əslində ikisi də, belə deyək, müəyyən qədər yeniləşmənin tərəfdarıdır. Amma müvəqqəti hökumət Rusiyada yenilənmədən əlavə müharibənin davam etməsini istəyir. Davam etməsini istəyir müvəqqəti hökumət. Və müvəqqəti hökumət deyir ki, rəhbəri də Kerenski idi. Bilmədim, kitabda adını yazıblar ya yox, Kerenski. Əslində savadlı adam idi. Müvəqqəti hökumətə təmsil olan şəxslər, uşaqlar, burjuaziyanın nümayəndələridir, sizə deyim ha. O burjua islahatını keçirən şəxslərdir. Mütləqiyyətə qarşı çıxan şəxslərdir. Demokratik dünya görüşlü adamlardır. O qərb şeyləri var idi, qərb dünya görüşlü olan şəxslərdir, müvəqqəti hökuməti yaranırlar. Amma bir mənfi cəhətləri var idi, bunlar müharibənin sona qədər qalibiyyətlə davam etməsini istəyirlər. Amma xalq istəmirdi, xalq bezmişdi müharibədən. 1914-dən bəri müharibə var. İtkilər, insan itkiləri çoxdur, iqtisadi itkilər çoxdur və bir tərəfdən də müharibə davam etməsi istəyir müvəqqəti hökumət. Amma yenilikçidir müvəqqəti hökumət. Demokratikdir, islahatçıdır. Fəhlə Deputatlar Soveti. Bu da mütləqiyyətə nifrət edir. Rus hökuməti kimi. İnqilabda bunlar da iştirak edib. Amma bunlar müharibənin bitməsini istəyir. Bitməsi. Fəhlə Deputatlar Soveti deyir ki, Rusiya müharibəni dayandırmalıdır. Fərqi yoxdur, məğlub olaraq dayandırmalıdırlar. Amma Fəhlə Deputat Soveti deyir ki, Rus xalqının da müharibə aparmağa artıq taqəti yoxdur. Bu müharibə bitirilməlidir. Başa düşdünüz? Fəhlə Deputatlar Soveti bunu deyirdi. Deməli, müvəqqəti hökumət müharibənin davam etməsini istəyir. Fəhlə Deputatlar Soveti isə müharibənin yekunlaşmasını, tezliklə bitməsini istəyirdi. İndi daha çox nəzarət müvəqqəti hökumətin nəzarəti altındadır. Yəni, daha onun əlinin altındadır. Pul daha çox onlardadır. Və bir məsələ var. Qərb dövlətləri, inkişaf eləmiş ölkələr müvəqqəti hökuməti dəstəkləyir. Onların hakimiyyətdə qalmasını istəyir. Fəhlə Deputatlar Sovetinin mövqeyi nisbətən zəifdir. Amma ilk vaxtlarda. Bunlar Rusiyada hakimiyyət uğrunda mübarizə aparırlar. Və bunların vətəndaş müharibəsi bilirsiniz nə qədər davam edəcək Rusiyada? 5 ilə yaxın. 1921-22-ci ilə qədər Rusiyada vətəndaş müharibəsi davam edir. Bunlar arasında mübarizə. Rusiya tarixinin ən böyük vətəndaş müharibəsidir. Müvəqqəti hökumətlə deputatlar arasında. Fəhlə Deputatlar Soveti arasında. Və düşünün ki, Rusiya vətəndaş müharibəsinin gedişində 15 milyon insan ölür. Təkcə bunlar arasında mübarizənin gedişində. Birinci Dünya müharibəsində yox ha. Birinci Dünya müharibəsində Rusiyada 2 milyon insan ölmüşdü. Vətəndaş müharibəsində 15 milyon insan ölür.
Yəni Rusiya dünya müharibəsindən çıxıb daha da ağır bir vətəndaş müharibəsinə daxil olacaq. Bax, bunlar arasında mübarizəyə. İlk vaxtlarda dedik, müvəqqəti hökumət üstündür. İndi bir məsələ var. Rusiyada bunlar arasında gərgin bir mübarizə gedir. Bunlar köklənirlər bir-birlərinin mübarizə aparmasına və dünya müharibəsinin gedişatına. Onda nə baş verəcək? Əyalətlər istər-istəməz azad olacaqlar. Əyalətlər dediyimiz kimdir? Müstəmləkələr, Azərbaycan olsun, yəni Gürcüstan olsun, Mərkəzi Asiya türkləri olsun, Şimali Qafqaz xalqları olsun. Onlara nəzarət azalır axı. Bunların dərdi öz aralarında mübarizə aparmaqdır. İndi uşaqlar, bu dövrdə müvəqqəti hökumət özü Rusiyada hakimiyyətə gəlib, Azərbaycanda da öz orqanlarını yaradır. Çünki bunlar Rusiyanı idarə edir, düzdür? Onda burada da öz orqanlarını yaratmalıdırlar ki, buradakı orqanları da müvəqqəti hökumətin adından Cənubi Qafqazı idarə etsinlər. Kimdir buradakı orqanlar? Birinci, Cənubi Qafqaz Komitəsi yaranır. Cənubi Qafqazda. 1917-nin fevral ayında olmayıb inqilab. Amma fevral 27-28 olub. Fevral da bilirsiniz, 28-dən ibarətdir. Yəni, komitənin yaranması falan gedir marta çatır. 1918-in mart ayında Cənubi Qafqaz Komitəsi yaranır. Ayı ilə öyrənirsiniz ha. Mart ayında yaranır. 1918-in noyabr ayına qədər mövcud olacaq. Cənubi Qafqaz Komitəsi. Cənubi Qafqaz Komitəsi müvəqqəti hökumətin Cənubi Qafqazdakı orqanıdır. Cənubi Qafqaz dediyimiz o dövrdə hansı ölkələrdir? Azərbaycan və Gürcüstan. Başa düşdünüz? Müvəqqəti hökumət özü Rusiyada hakimiyyətə gəlir. Burada da öz orqanını yaradıb. Cənubi Qafqaz Komitəsini yaradıb. Cənubi Qafqaz Komitəsi tərkibində Gürcülər var idi, ermənilər var idi, Azərbaycanlılar var idi. Ən çox da Gürcülər və Azərbaycanlılar idi. Hətta burada təmsil olunan məşhur Azərbaycanlılar var. Yəni, bizim bu ziyalılar ki var idi. Onlar müvəqqəti hökumətə ümumiyyətlə loyal yanaşırdılar. Müvəqqəti hökumət bizə azadlıq verilməsinin tərəfdarı idi nisbətən. Tam azadlıq yox, muxtariyyət. Və söz vermişdi ki, mən hakimiyyətdə möhkəmlənib, müharibəni bitirək. Qafqazdakı bütün xalqlara, Mərkəzi Asiyadakı bütün kiçik xalqlara muxtariyyət verəcəyik. O difainin, müsavatın tələbi var idi. Rusiya Federasiya olsun, biz də onun tərkibində muxtariyyət olaq. Hə, elə bir şey var idi, vədi var idi. Böyük ehtimalda hə, eləyəcəkdilər. Amma bilmək də olmaz da, yəni dəqiq. Çünki sadəcə vəd demişdilər. Müvəqqəti hökumətin dövründə böyük islahatlar var Rusiyada. Qadın azadlığı məsələsində, söz, mətbuat, vicdan azadlığı verilir hamıya və əməl olunur ha. Rusiyada hər yerdə aksiyalar falan keçirilirdi rahat bir şəkildə. Ondan əvvəl 1905-ci 17 oktyabrın ortasında. Onu məhdudlaşdırdı da sonra 2-ci Nikolay inqilab yatırılan kimi onu məhdudlaşdırmışdı. Cənubi Qafqaz Komitəsi 1918-ci ilin mart ayından noyabrına qədər yaranmış, mövcud olmuşdu. Kimi dəstəkləyir müvəqqəti hökuməti? O yaradıb bunu burada. Hələ Fəhlə Deputatlar Sovetinə biz girmirik uşaqlar, hamı bura bax. Hələ Fəhlə Deputatlar Sovetinə girmirik. Hələ müvəqqəti hökumətin buradakı fəaliyyətindən danışırıq. Sonra 1918-ci ilin noyabr ayında Cənubi Qafqaz Komitəsi bəzi uğursuzluqlara görə fəaliyyətini dayandıracaq. Yerinə yaranacaq Cənubi Qafqaz Komissarlığı. Deməli, Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırır, yerində Cənubi Qafqaz Komissarlığı yaranır. 1918-ci ilin noyabr ayından 1918 yox, inşallah 1917. Niyə səhv mücətmişsiniz? 1917-ci ilin noyabr ayından 1918-ci ilin fevral ayına qədər Cənubi Qafqaz Komissarlığı fəaliyyət göstərib. Diqqətlə baxın. 1917-nin fevral inqilabından dərhal sonra müvəqqəti hökumət Cənubi Qafqazda Cənubi Qafqaz Komitəsini yaratdı. 1917-ci ilin mart ayından noyabr ayına qədər Cənubi Qafqaz Komitəsi mövcud olub. 1917-ci ilin noyabr ayında isə Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırıb. Yerində Cənubi Qafqaz Komissarlığı yaranıb. Bax, ayrı-ayrıdır. Komitədir, bu komissarlıqdır. Düzdür, ikisi də müvəqqəti hökumətin buradakı orqanlarıdır. Amma qərarları ayrıdır, üzvləri bəziləri ayrıdır. Başa düşdünüz? Fəaliyyət dövrü ayrıdır. 1917-nin noyabrında komissarlıq yaranır, 1918-in fevral ayına qədər mövcud olur. Yaxşımı? Bir də komissarlıqdan sonra 1918-in fevral ayında komissarlıq fəaliyyətini dayandıracaq. Yerində 1918-ci ilin fevral ayından may ayının 26-sına qədər
Cənubi Qafqaz Seymi olacaq. Seymi nədir? Bu da komissarlığın yerində yaranır. Üçü də bir-birinin yerində yaranıb fəaliyyət göstərirlər. Cənubi Qafqaz Komitəsi 1917-ci ilin mart ayından noyabr ayına qədər fəaliyyət göstərib. Cənubi Qafqaz Komissarlığı 17-ci ilin noyabr ayından 18-ci ilin fevral ayına qədər fəaliyyət göstərib. Cənubi Qafqaz Seymi isə 1918-ci ilin fevral ayından may ayının 26-sına qədər fəaliyyət göstərib. Cənubi Qafqaz Seymi. Üçü də müvəqqəti hökumətin burada yaratdığı orqanlardır. Birinci növbədə nə edirsiniz? Bunların mövcud olma tarixini öyrənirsiniz, aylarını. Hətta bunların günləri var kitabda. Günlərini öyrənməyə bilir. Onu sizə güzəşt edirəm. Amma il, ay öyrənməlisiniz. Yaxşı qaçışdırmırsınız. Komitə, komissarlıq, Seyim. Düzdür, öyrəndiniz bunu. Üçü də müvəqqəti hökuməti dəstəkləyir, elədir. İndi bunların fəaliyyətindən danışıq. Komitənin fəaliyyətini hələ ki qarışmırırsınız, onu saxlayırsınız. Orada çox elə bir şey yoxdur. Biz şeyi saxlayaq, Fəhlə Deputatlar Sovetini saxlayaq. Hələ fikir verin, Fəhlə Deputatlar Sovetindən danışmamışıq. Onun da burada fəaliyyət olacaq. Biz hələ müvəqqəti hökumətin buradakı fəaliyyətindən danışırıq. Axı iki hakimiyyətlik var, Fəhlə Deputat Soveti də var. Onun da fəaliyyətindən danışacağıq. O ikinci dərs olsa? Hə? O kənin dərs olsa? Yox, o da bu dərs olacaq. Cənubi Qafqaz Komissarlığı. Bunların bir tədbiri var. 1917-ci il dekabr ayı. Ayla öyrənirsiniz. Ərzincan barışığı. Nədir bu? Qarşısına yazısınız, Osmanlı ilə imzalanıb. Osmanlı ilə. İndi uşaqlar, bu Cənubi Qafqaz Komitəsi olsun, komissarlığı olsun, Seymi olsun. Bunların üzvü kimdir? Azərbaycanlı və Gürcü. Bir də müəyyən qədər erməni, düzdür? Onların əhalisi nisbətən sayı baxımından az olduğu üçün onların üzvlərinin sayı az idi. İndi Ərzincan barışığı nədir? Bilirsiniz ki, Birinci Dünya müharibəsində Qafqaz cəbhəsi var idi. Və Qafqaz cəbhəsində Rusiya-Osmanlı müharibə aparırdılar. Şiddətli müharibələr gedirdi. Məsələn, biri elə Sarıqamış döyüşü. Ona görə biz Sarıqamış döyüşünü Azərbaycan tarixində öyrəndikdə 1914-15. Çünki Qafqaz cəbhəsində idi. O İranda da gedir. Daha həmçinin. Hə. O da Qafqaz cəbhəsidir. İran özü də Qafqaz cəbhəsi idi. Cənubi Azərbaycan Qafqaz cəbhəsinə daxil olur. Hə. İndi bu Cənubi Qafqaz Komissarlığının üzvləri yığılışırlar. Ermənilər, Azərbaycanlılar və Gürcü nümayəndə heyətinin üzvləri yığılışırlar. Gedirlər Osmanlı nümayəndə heyətindən görüşürlər. 1917-ci il dekabr ayında Ərzincanda Ərzincan barışığı imzalayırlar. Osmanlı nümayəndə heyətinə deyirlər ki, xahiş edirik, Qafqazda hərbi əməliyyatlar dayandırılsın. Deməli, Ərzincan barışığının mahiyyəti nədən ibarətdir? Qeyd edirsiniz. Qafqazda hərbi əməliyyatların dayandırılması. Qafqazda hərbi əməliyyatların dayandırılması. Gözləyək. Qafqazda hərbi əməliyyatların dayandırılmasını istəyirdilər. Bunlar deyir ki, Osmanlı nümayəndə heyətinə, bax, biz Rusiya dövlətinin və Rusiya imperiyasının, çünki müvəqqəti hökumət gəlməmişdən qabaq Rusiyada imperiya var idi, addımlarının zərərlərini görmək istəmirik. Xahiş edirik, Qafqazdakı hərbi əməliyyatları dayandırın. Daha çox burada barışıqdan əlavə daha çox xahiş şeyi var idi, məzmunu var idi ki, Osmanlıdan xahiş edilər ki, Qafqazdakı hərbi əməliyyatlar dayandırılsın, çünki biz müharibə istəmirik. Bunlar düzdür, normalda müvəqqəti hökumətin buradakı orqanıdır, amma bu məsələdə müvəqqəti hökuməti dəstəkləmirdilər. Və Osmanlıya deyirdilər ki, müvəqqəti hökumət müharibəni davam etdirir, amma biz istəmirik Qafqazda müharibə olsun. Biz müvəqqəti hökumətin bu addımını dayandırmırıq. Osmanlı ilə Ərzincan barışığını imzalayırlar 1917-ci ilin dekabr ayında. Başa düşdünüz? Hə. İndi sonra fevral ayında, 1918-ci fevral ayında Cənubi Qafqaz Komissarlığı fəaliyyətini dayandıracaq uşaqlar. Yenə bəzi uğursuzluqlara görə. Yerində Cənubi Qafqaz Seymi yaranacaq. Saat neçədir hamı? 28. Hə, hələ vaxtda var. Diqqətlə dinləyin. Cənubi Qafqaz Seymi. İndi məsələ nədir? Birinci Dünya müharibəsi sonlara doğru gedir. Fikir verin 1918-ə doğru. Amma hələ var, 6-7 ay var müharibə bitməsinə. Biraz da çox hələ. İndi məsələ belədir ki, Rusiya hökuməti müharibədə çox qala bilmir. O qədər ağır vəziyyətdə idi ki, 1918-ci ilin, qeyd edeyim, 1918-ci ilin 3 martında Brest
Litovsk sülh müqaviləsi imzalanır. Bu sülh müqaviləsi Rusiya və Almaniya arasında imzalanır. Deyə bilərsiniz, bunun bizə nə dəxlisi var? İndi başa düşəcəksiniz. 1918-ci il mart ayının 3-də Brest-Litovsk sülhü imzalanır Rusiya ilə Almaniya arasında 1-ci Dünya müharibəsinin gedişində. Və rəsmi olaraq bu müharibədə Rusiya məğlub olur. Və Rusiya Almaniya ilə sülh barışı imzalayaraq müharibəni tərk edir, məğlub ölkə kimi. Yəni Rusiya 1-ci Dünya müharibəsində məğlub olur, məcbur müharibədən çıxır və ərazilərinin müəyyən bir hissəsini, hətta böyük bir qismini itirir. İndi Brest-Litovsk sülhündə yazılıb ki, uşaqlar, Rusiyanın 3 dənə ərazisi var. Qars, Batum, Ərdahan əraziləri. Fikir verin. Qars, Batum, Ərdahan. Xətt edə bilirsiniz bu ərazilər təxmini yerlərini. Bu ərazilər Osmanlıya verilsin. Türkiyə ilə Gürcüstanın sərhəd bölgələridir. Amma Rusiyanın ərazisidir. Rusiya bu əraziləri Osmanlıya geri verir. Niyə? Çünki Almaniya Osmanlı müttəfiq edir 1-ci Dünya müharibəsində. Başa düşdün? Osmanlı Almaniyaya deyir ki, Rusiyanı məğlub eləmişsən, daha o mənə oradan 3 dənə torpaq verdi. Başa düşdün? Əvvəl Osmanlı olub bu ərazilər ona görə. Rusiya müqavilə ilə ona 1878 San Stefano müqaviləsi Berlin konqresindən həm də. 40 il sonra qayıdır Osmanlıya. Brest-Litovsk sülhündən Almaniya Rusiyanı müharibədən çıxardır. Rusiya 1-ci Dünya müharibəsində məğlub ölkədir. Bu ərazidə orada bir çox şərtlər var, hələ Rusiyanın təzminat falan verməsi məsələsi var, amma indi bizə dəxil olan hissələrdən danışırıq. Qars, Batum, Ərdahanı Osmanlıya geri qaytarır. Başa düşdünüz? İndi 1918-ci ildə bu dövrdə bilirsiniz ki, mart ayında hakimlik fəaliyyəti dövrüdür. Cənubi Qafqaz Seyminin fəaliyyət dövrüdür. Cənubi Qafqaz Seymi deməli Rus hökumətinə, Osmanlı hökumətinə müraciət edir. Və 1918-ci ilin aprel ayında Trabzon konfransı keçirilir. Trabzon konfransı. Deməli uşaqlar, 2 dənə hadisəni qarışdırmırsınız. Biri var Erzincan barışığı, biri var Trabzon konfransı. Fikir verin. Erzincan barışığı 1917-ci ilin dekabr ayındadır, Osmanlı inandı. Amma Trabzon konfransı o 1918-in aprel ayındadır. Amma o da Osmanlı inandı, ikisi də Osmanlı inandı. Fərqi nədir? Erzincan barışığı Cənubi Qafqaz komissarlığındadır, Trabzon konfransı isə Cənubi Qafqaz Seymindədir. Bax, bunları qatmayın. Başa düşdünüz? Ayrı-ayrı. Biri komissarlıqda, digəri Seymdədir. Bura bax, hamı. Bəs Trabzon konfransında əsas məsələ nədir? Bax, 3 dənə Cənubi Qafqaz komissarlığında qrup var. Azərbaycan fraksiyası var. Gürcü fraksiyası var, Erməni fraksiyası var. Cənubi Qafqazda 3 dənə böyük millət var idi. Bolşeviklər kimiydi? Bolşeviklər ideologiyadır. Onu qoy kənara, onu birazdan deyəcəm. Fəhlə Deputatlar Sovetinin tərkibindədir. Onlar fəhlə deputatı dəstəkləyirlər. Onlar burada yoxdurlar. İndi Azərbaycan fraksiyası qalır bir tərəf. Niyə Osmanlı ilə qarşı-qarşıya gəlmək istəmirik? Hətta mənə qədər onu dəstəkləyirik. Türkçülük məsələsi falan bunlar rol oynayır da. Amma bu Qars, Batum, Ərdahan ərazilər ki var, burada yaşayanların bir qismi ermənidir və böyük bir qismi gürcüdürlər. Ona görə də bəs Gürcüstan nümayəndə heyəti və erməni nümayəndə heyəti Trabzon konfransında deyirlər ki Osmanlıya, xahiş edirik bu əraziləri bizə geri qaytar. Bu ərazilər Rusiyanın deyil, bu ərazilər bizimdir. Rusiya bizi işğal elədiyi üçün, bizim ərazilərimiz onun tərkibində olduğu üçün bu ərazini sənə veriblər. Amma bu ərazidə yaşayanlar bizim əhalidir. Bu əraziləri bizə qaytar. Osmanlı da heç ərazi qaytarar. Onsuz da dağılma dövrüdür Osmanlının. Əlində avucunda heç nə qalmayıbdır. Torpaqları itirə-itirə gelirdi bu dövrdə. Gürclə bala Almaniyanın hesabına 3 dənə torpaq ələ keçiribdi. Başa düşdün? Gəlib Osmanlıdan torpaq istəyirlər. Bunların qoşunu yoxdur. Bu komissarlıq Seym, bunların qoşunu yoxdur. Özümüz üçün bir qurum elan eləmişik. Cənubi Qafqazı idarə edən bir qurum elan eləmişik. Müvəqqəti hökumətlə fəhlə Deputatlar Soveti Rusiyada dalaşırlar bir-birlərinə, başları qarışıb özlərinə, bizlə məşğul olanırlar. Ona görə biz özümüz üçün qurum elan eləmişik, komissarlıq, Seym. Özümüzü bir növ idarə edirik, başa düşdün? Hamının başı özünə qarışdığı üçün. Gedib Osmanlıdan xahiş edirlər ki, Trabzon konfransındakı bu əraziləri bizə qaytar. Azərbaycan nümayəndə heyəti orada bir tərəf qalır, bizimkiləri dəstəkləmir, Gürcüzlə erməni nümayəndə heyətini dəstəkləmir.
Amma Gürcün nümayəndə heyəti ilə Erməni nümayəndə heyəti birləşir və bu konfransı keçirirlər. Osmanlı çox maraqlı bir çıxış edir nümayəndə heyəti. Osmanlı nümayəndə heyəti deyir ki, vəbşi siz kimsiz? Deyir, siz dövlət deyilsiniz. Siz Rusiyanın tərkibindəsiniz. Rusiyada inqilab olub deyə başları qarışıb özlərinə, özünüz üçün komissarlıq yaratmışsınız, Seyim yaratmışsınız. Gəlib məndən torpaq istəyirsiniz, Qas Batım Ərdahanı. Mən sizə bu ərazini niyə verim? Osmanlı nümayəndə heyəti deyir. Deyir, mən bu ərazini Rusiyadan almışam. Başa düşdünüz? Gedin özünüzü dövlət eləyin, sonra gələrsiniz danışarıq. Rusiyanın məqsədi, Osmanlının məqsədi o idi ki, Rusiyanı parçalasın. Məqsədi, Ənvər Paşanın məqsədi o idi. Yəni, bizi qızışdırırdı ki, biz Rusiyadan ayrılaq. Gedin özünüzü dövlət elan edin, sonra gəlin baxarıq. Onda deyin ki, bu ərazilər mənim ərazim olubdur. Hə, baxarıq onda, bəlkə sizə qaytaraq ya yox. Azərbaycanlılar iştirak eləmir, amma erməni nümayəndə heyətindən Gürcü nümayəndə heyəti birləşirlər, özləri üçün bir ordu yaradırlar, səfərbərlik elan edirlər. Gedirlər Osmanlı ilə döyüşməyə, Osmanlı bunları məğlub edir bir həftənin içərisində. 15-22 aprel arasında döyüş olacaq. Görəcəksiniz. Yazın onu. Cənubi Qafqaz Seymi ilə aprel ayın 15-dən 22 aprel ayın 22-sinə qədər, 15-i 22-si aprel ayında Seymlə Osmanlı arasında döyüş baş verib, Osmanlı qalib gəlib. Yəni, nə qədər zəif olsa da Osmanlı bu Seymi qoşunlarını məğlub edəcək də, yenə də. Cənubi Qafqaz Seymində həm Azərbaycanlılar var, həm də Gürcü. Həm də ermənilər. Cənubi Qafqazda 3 dənə millət var idi, ona görə. Cənubi Qafqaz Seymi deyirsən, 3-ü də. Yəni, üçümüzün bir yerdə parlamentimiz idi. Başa düşdü? Üçümüzün bir yerdə bir dövlət qurumu kimi bir şey. Bunlar Osmanlı deyir ki, sən qaytarmırsansa, Qas Batım Ərdanı, biz gedib səndən alarıq. Osmanlı məğlub edir, Cənubi Qafqaz Seymi qoşunlarını geri yollayır. Aprel ayın 22-sində, bir həftəyə. Onda Gürcü nümayəndə heyətinə erməni nümayəndə heyəti gəlir. Azərbaycan nümayəndə heyəti də oradadır. Otururlar, müzakirə edirlər. Deyirlər, onda gəlin belə eləyək. Osmanlı nə deyir? Gedin dövlət olun. Biz də özümüzü dövlət eləyək. Qoyun Osmanlı bu əraziləri bizə qaytarsın. Düzdür? Cənubi Qafqaz Seymi qərara gəlir ki, 1918-ci il aprel ayın 22-sində federativ dövlət yaratsın özlərinə. Cənubi Qafqaz, qeyd edin, Federativ Respublikası yaranır. Cənubi Qafqaz Federativ Respublikası yaranır. Uşaqlar, fikir verin. Deməli, üçümüzün bir yerdə dövlətimiz olur. Rusiyadan ayrılırıq, öz dövlətimizi yaradırıq. Üçümüzün bir yerdə. Cənubi Qafqaz Federativ Respublikası nə vaxt yarandı? 1918-ci aprel ayın 22-sində. İndidən bir xəbərdarlıq edim sizə. Cənubi Qafqaz Seyminin yerində yaranmayıb bu. Cənubi Qafqaz Federativ Respublikası. Cənubi Qafqaz Seyminin içində yaranıb. Yəni, bu qurumu yaradan Seym özüdür. Fikir verin, Seym 1918-in fevralından mayın 26-sına qədər mövcud olub, düzdür? Nə vaxt yaranıb federativ dövlət? Aprelindən yaranıbdır. May ayının 26-sına qədər mövcud olub, dağılmasını da yazın. 22 apreldən 26 maya qədər Seymlə birlikdə dağılacaq Federativ Respublika. Qeyd edədiniz? Yəni, Seym parlamentdir, elə bu da onun dövlətidir, Federativ Respublikasıdır. Başa düşdünüz? Komitənin yerində komissarlıq yaranmışdır, komissarlığın yerində Seym yaranmışdır. Seym özü də Trabzon konferansından sonra, Osmanlıya məğlub olandan sonra Federativ Respublika yaradır. Yəni, nə demək ki, Federativ Respublika? Ayrıca bir dövlət. Deyir ki, Azərbaycanlıların, Gürcüləri və ermənilərin birlikdə dövləti. Və 22 apreldə dövləti elan edirlər, gəlirlər yenə Osmanlının yanına. Deyirlər, bax, bizə deyirdin dövlət ol. Torpaqlarımızı qaytaracaqsın 3 dənə ərazini. İndi dövlət olduq, gəldik, Rusiyadan ayrıldıq. Bu bizim dövlətimiz, bu da bizim parlamentimiz. İndi xahiş edirik, bizim torpaqları qaytar. Bunu deyim, Gürcü nümayəndə heyətidir. Osmanlı deyir, yaxşı qaytaracam. Osmanlı istəyinin nail olur əslində. Rusiyanı parçalayır, Qafqazı Rusiyadan ayırır. Osmanlı deyir, qaytaracam. Qaytaracam, hara qaytarır? Üstündən 1 ay 4 gün vaxt keçib. May ayının 26-sı gəlib çatıbdır. Gürcüstan nümayəndə heyəti deyir ki, bu Osmanlı bizi aldatdı. Bu bizə torpaq zad qaytarası deyil. Gücü də yoxdur ki, özü gəlib qaytarsın.
May ayının 26-sında Gürcü nümayəndə heyəti deyir ki, vapşı mən ayrılıb öz dövlətimi yaradıram. 1918-ci ilin may ayının 26-sında birinci növbədə Gürcü nümayəndə heyəti Seymin iclası zamanı qışqırbağa salır, etiraz edir, haqlı da mövqeyi müəyyən edər. Federativ Respublikadan da çıxır, Seymdən də çıxır. Və bununla da gedir Gürcüstan Respublikasını yaradırlar. Başa düşdünüz? Və bununla da rəsmi olaraq Gürcüstanın çıxmasından Cənubi Qafqaz Federativ Respublikası və Cənubi Qafqaz Seymi dağılır. Başa çatır. Ayrı-ayrı dövlətlər yaranır. Gürcüstan dövləti yaranır. 2 gündən sonra may ayının 28-də Azərbaycan nümayəndə heyəti, Milli Şura deyən bir qurumumuz var idi. Ona ayrıca danışacağım birazdan o barədə. Milli Şura deyilən bir qurumumuz var idi. Orada Məmməd Əmir Əsuzadə var idi, Fətəxan Xoyski var idi, Əlimərdan bəy Topçubaşov var idi. Əvvəllərdən adını eşitmişsiniz də bu şəxslərimiz, ziyalı şəxslərimiz. Onlar da öz dövlətini yaradacaqlar. Azərbaycan Xalq Cümhuriyyətini yaradacaqlar. May ayının 28-də öz dövlətimizi yaradacağıq. May ayının 29-da isə Erməni Milli Şurası da öz dövlətini yaradacaq. Ararat Respublikası deyirlər, onu yaradacaq. Erməni Respublikası. Saat neçədir? Yaxşı. Yaxşı. Biraz da izah edeyim sizə. Hələ ki bir hissə qalıb. AXC-nin yaranmasına qədər gəldik. Amma bir məsələ qalıb. Fəhlə Deputatlar Sovetinin fəaliyyəti. Onlar nə işlə məşğul? Onlar kimdirlər? Onlar neçədirlər? Bir ona da toxunmaq lazımdır. Bu oldu müvəqqəti hökumətin fəaliyyəti. Başa düşdünüz bunu? Şəkil çəkmək istəyirsiniz? Yəni qarışıq yazmamısınız dəftərə konspektdə. Başa düşəcəksiniz də kim nə vaxt mövcud olub, nə vaxta qədər mövcud olub, kimin dövründə hansı hadisələr var. Bax, bunları qaçışdırmayın. İndi axı Rusiyada təkcə müvəqqəti hökumət hakimiyyətdə deyil. Rusiyada şey də var, Fəhlə Deputatlar Soveti də var, düzdürmü? Onların da hakimiyyət dövrü var, onların da fəaliyyəti var. Bəs onlar nə işlə məşğuldur? Gəlin biraz da onlara toxunaq. Fəhlə Deputatlar Soveti. Fəhlə Deputat Soveti. Bunlar Rusiyada hakimiyyətdədir və hakimiyyət uğrunda mübarizədə iştirak edirlər, eləmi? Hakimiyyət uğrunda mübarizədə iştirak edirlər. Fəhlə Deputatlar Soveti müvəqqəti hökumətlə mübarizədədirlər. İlk vaxtlarda mövqeləri nisbətən zəifdir. Amma yekunda bunlar qalib gələcək müvəqqəti hökumətə. Yekunda bunlar udurlar müvəqqəti hökumətlə mübarizəni. Fəhlə Deputatlar Sovetinin əsas rəhbərləri kimdir? Ən məşhur nümayəndələr. Lenin, Stalin, böyük inqilabçıdır o dövrdə. Trotski kimi rəhbərləri var idi. Yəni, Bolşevik dediyimiz bunlardır. Bunlar Bolşeviklərdir. Qrupun adı da Bolşevik qrupu. Bunlar müvəqqəti hökumətdən fərqlənir. Nə ilə fərqlənir? Müvəqqəti hökumət kapitalizmin tərəfdarıdır uşaqlar. Kapitalizm nə deməkdir? Azad bazar münasibətləri. Fəhlə Deputatlar Soveti kapitalizmə nifrət edir. Bunlar sosializmin və kommunizmin yaranmasını istəyirlər. Yəni, fərqli bir ictimai quruluş, fərqli bir iqtisadi sistem istəyirlər. Başa düşdünüz? Müvəqqəti hökumət müharibənin daim davam etməsini istəyirdi. Fəhlə Deputatlar Soveti müharibənin tez bir zamanda başa çatmasını istəyirdi. Məğlubiyyətlə belə olsa başa çatmasını istəyirdi. Sülh müqaviləsini imzalayan bunlar idi. Onsuz da Brest-Litovsk sülhünü Almaniya ilə imzalayan bunlar idi. 1918-in martındakı müqaviləni. Onda niyə 15-də dediniz? Çünki o Seym ona uyğun addım atdı. Bunların qərarına uyğun addım atdı. Əslində Seym müvəqqəti hökumətin qurumu idi. Amma həmin qərarını bunların qərarına əsasən atır. Çünki bunlar mübarizəni udmuşdular gedişatında. Müvəqqəti hökuməti udurlar mübarizənin gedişində. O çox da vacib deyil əslində. O nə mənada vacib deyil? Ümumi tarixdə o barədə ayrıca danışacağıq onların mübarizəsindən. Fəhlə Deputatlar Sovetinin burada hansı orqanları var? Axı müvəqqəti hökumətin burada orqanları oldu ilk vaxtlarda. Komitə, komissarlıq, Seyim, düzdürmü? Fəhlə Deputatlar Sovetinin də buradakı orqanları var idi. Birincisi, yenə 1918-in, bunlar nə vaxt gəldilər hakimiyyətə? Fevral inqilabından sonra, fevralın axırı martda. Deməli, buradakı orqanları da martda fəaliyyətə başlayacaq. 1918-ci ilin martından, bunu ki ayrıca yazın, bayaqçından ayrıca. Başa düşdünüz necə? 1918-ci ilin martından, 17-ci martından, inqilab 17-də olub. 1917-ci ilin martından 1918-ci il aprel ayına qədər bir il demək olar ki mövcud oldu.
Bakı Soveti mövcud olub. Fəhlə Deputatlar Sovetinin buradakı orqanıdır. Yəni Sovetin orqanı olacaq. Yadınızda qalacaq da. Bakı Soveti Fəhlə Deputatlar Sovetinin orqanıdır. 1917-nin martından 1918-in aprelinə qədər mövcud olub. Sonra da Bakı Sovetinin yerində 1918-in aprelindən yeni bir orqan yaranacaq buranın. 1918-in 31 iyuluna qədər BXKS mövcud olacaq. Bakı Xalq Komissarlar Soveti. Demək olar eyni şeydir. Güya ciddi bir dəyişiklik eləyiblər. Halbuki eyni quruma işləyir, ikisi də Fəhlə Deputatlar Sovetinə işləyir. İkisi də ki Rusiyaya mal daşıyacaq, məhsul daşıyacaq. Bir dənə müəyyən tədbirlərində fərqlər olacaq. 1918-ci il aprel ayından 1918-ci il 31 iyuluna qədər Bakı Xalq Komissarlar Soveti olacaq. Bunların fərqi nədir? İndi uşaqlar, necə Rusiyada müvəqqəti hökumətlə Fəhlə Deputatlar Soveti hakimiyyət uğrunda mübarizə aparırsa, onların buradakı qurumları da bir-birlərlə mübarizə aparırlar. Yəni, Cənubi Qafqaz Komitəsi komissarlığından da Bakı Soveti mübarizə aparır. Özləri orada mübarizə aparır, tərəfdarları da burada mübarizə aparır. Başa düşdünüz? Yadda saxlayın, bizim ziyalıların əksəriyyəti müvəqqəti hökuməti dəstəkləyirlər. Ona görə də komitənin və komissarlığın üzvü idilər, həm də Seymin üzvü idilər. Bizim ziyalılar Soveti dəstəkləmirlər, Bakı Sovetini. Çünki bunlar daha radikal addımların tərəfdarı idilər. Bunların əslində Rusiya imperiyasının çox da fərqi yox idi. Yəni, nəticədə onlar kimi işğalçı olacaqlar. Başa düşdünüz? İndi, əsas mübarizə həm də nə üstündə? Bakı uğrunda. Ən əsas mübarizələrdən biri Bakı uğrunda gedir uşaqlar. Niyə? Birinci Dünya müharibəsi dövrüdür. Müharibə dövründə bilirsiniz ki, neftə tələbat çox yüksək səviyyədədir. Müharibəni udmaq üçün neftin olmalıdır. Təkcə dünya müharibəsini udmaq üçün neftə ehtiyac yoxdur. Vətəndaş müharibəsini udmaq üçün neftə çox böyük ehtiyac var. Yəni, Bakı kimin olsaydı, vətəndaş müharibəsində o udacaqdı. Müvəqqəti hökumət də uda bilərdi, Fəhlə Deputatlar Soveti də uda bilərdi. Bunun üçün Bakı neftinə ikisinin ehtiyacı var idi. Düzdür, burada bir çox faktorlar var mübarizənin gedişində. Amma Bakı neftində çox ciddi bir xüsusiyyət idi, başa düşdünüz. Bakıda daha çox Müsavat Partiyasının nüfuzu var əhali arasında. Müsavat Partiyasının rəhbəri kimdir? Məmməd Əmin Rəsulzadə. Və Nəsib bəy Yusifbəyli də bilirsiniz ki, onunla birləşmişdi 1917-də Türk Federalistlər Partiyası. Yəni, Azərbaycan xalqı daha çox kimə yaxın idi? Müvəqqəti hökumətə. Və Bakıda mövqeyi güclü olan Müsavat Partiyasıdır. Müsavat da daha çox kimi dəstəkləyir? Müvəqqəti hökuməti. Ona görə də Bakı Sovetinin tərkibi çox rəngarəngdir. Burada Azərbaycanlılar da var idi. Məsələn, Məşəd Əzbəyov, xanım Şuşa Azərbaycanlılardan. O müvəqqəti hökumətə qarşıdır. Bakı Sovetinin üzvüdür. Ermənilərdən var idi. Stepan Şamyan, Azərbaycan ermənilərindən idi, səhv etmirəmsə o. Bilməm, ya da bəlkə də Ermənistandan gəlmiş erməni idi. Ola bilər. Stepan Lalayev var idi, Lənkərandaydı o. Sonra Aynə Sultanova var idi, indi onun adına yerdə var idi sonralar. Həmid Sultanov, həyat yoldaşı. Bunlar hamısı Bolşevik olublar, Bakı Sovetinin üzvləri olublar. Deməli, Məşəd Əzbəyov var idi. Bunların əsas məqsədi nədir? Bakını nəzarət altına göndərmək. Nəriman Nərimanov Əməkşin nümayəndəsi. Əslində mən Nəriman Nərimanovu çox sevirəm. Baxmayaraq ki, Bakı Sovetinin üzvü idi. Bunların məqsədi nədir? Bakının işğal edilməsi və Bakı neftinə sahib olmaq. Başa düşdünüz? Çünki Lenin bunlara məktub yazır. Rəhbəri də Stepan Şamyandır, Bakı Sovetinin rəhbəri. Məktub yazır ki, biz Bakını mütləq ələ keçirməliyik. Bakı neftinə bizim ehtiyacımız var. Onu müvəqqəti hökumətə qoymayın. Çünki vətəndaş müharibəsini, Bolşevik inqilabını bu yolla eləyə bilərik. Amma Bakıda kimin nüfuzu daha çoxdur? Müzavatçıların nüfuzu daha çoxdur. Bunların işi yaxşı yolda getmir. Onda Bakını nəzarət altına almaq lazımdır. Lenin də bunlara hər cür silah yardımı edirlər uşaqlar. Pul verir, silah verir. Yəni deyir ki, necə edirsiniz eləyin, müvəqqəti hökumətin oradakı qurumlarını məğlub edin. Başa düşdünüz? Bu mübarizənin olur. Bunun başqa yolu yoxdur. Bunlar nə edirlər? Bir qırğın üçün bəhanə hazırlayırlar. 1918-ci ilin 24 fevralında belə bir hadisə olacaq. Evelina gəmisinin tərk silah edilməsi. Yazın da bunları. Bu Bakı Sovetinin fəaliyyətini yazırsınız ha bu hadisəni. Evelina gəmisinin tərk silah edilməsini. Evelina
gəmisinin tərk silahı. 45-də buraxacam sizi. Evelina gəmisinin tərk silah edilməsi nə deməkdir? Bu çox maraqlı bir hadisədir. Bu Hacı Zeynalabdin Tağıyevin oğlu var idi. Tam adını bilməm, yəni səhv etmirəmsə İsmail Tağıyevdir. Bilirsiniz də Hacı Zeynalabdin Tağıyev xalq tərəfindən o dövrdə tanınan bir şəxsdir, məşhur bir şəxsdir. Bunun oğlu deyilənə görə Rus ruletində dünyasını dəyişir. Ölür. Bədbəxt bir hadisə nəticəsində. Kitabda belə yazılıb buna. Faciəli hadisə nəticəsində. Faciəli hadisə dediyi Rus ruletidir. İslam. Hə, Rus ruleti var. Qumarda oynayırlar da Rus ruletində. Bu da şansı gətirir, qumarda ucuzur. Rus ruletində vurur gülləni, gəlir tutur buna. Hə, görün, ölümə bax da indi. Bu hadisə Lənkəranda baş verir. Lənkərandan üzü Bakıya bastırmağa gətirirlər, amma gəmidə gətirirlər. Quru yollarda biraz təhlükəli vəziyyətlər var idi. Çünki orada bolşeviklərlə silahlı qruplar arasında bəzən toqquşmalar baş verirdi, az-az da olsa. Gəmidə gətirirlər, Evelina gəmisi adlanır həmin gəmi. Və orada məşhur bir Azərbaycanlı general var, Birinci Dünya müharibəsində də iştirak edib. Xəlbər Tanşinski. Bu şey var, Sovetin qoşunları, Bakı Sovetinin qoşunları. Şeydə qoşun deməyək, əskərləri, heç qoşunları yox idi, doğru düzgün. Bunlar gedirlər, Evelina gəmisinin qarşısını kəsirlər Xəzər dənizi sahilində və o bastırılması düzəməli icazə vermirlər. Həmin adamın, Tağıyevin oğlunu. Və həmin gəminin rəhbəri Talaşinskini həbs edirlər. Onun mühafizəçilərini təkislah edirlər. Başa düşdün? Xəlbər Talaşinski, general Talaşinski insanlar tərəfindən çox sevilən bir şəxs idi. Bilirdilər ki, insanlar buna etiraz edəcək. İstəyirlər təxribat yaratsınlar, qırğın eləmək üçün bəhanə yaratsınlar. Qoysunlar müsavatın boyuna bu qırğını, başa düşdünüz? Bu tərk-islah edirlər bu əskərləri. Bu da Xəlbər Talaşinskinin özünə həbs edirlər, atırlar həbsə. İnsanlar çıxırlar küçələrə, etiraz edirlər ki, siz niyə bizim generalı həbs eləmişsiniz, niyə qoymusunuz cənazəmizlə məşğul olaq? Başa düşdünüz? Bu bəhanədir hadisəyə. Səbəb nədir? Səbəb Bakını işğal eləmək. Bir də ki, Müsavatın sosial bazasını zəiflətmək. Başa düşdünüz? Bu da bəhanədir. İlk vaxtlarda müəyyən qədər biraz toqquşmalar olur. Və Nəriman Nərimanov orada vasitəçilik edir həqiqətən də. Stepan Şamyanı və Məmməd Əmir Əsuzadən çağırır. Və deyir ki, gəlin sakitçilik yaradaq. Vətəndaşlarımız bu prosesdən zərər görməsin. Bir-birimizə qarşı, dinc insanlara qarşı qırğın göstərməyək. Amma mənə gəlir, düzdür, bu barədə tam dəqiq məlumatlar da indi yoxdur əslində. Amma Stepan Şamyan bu qırğının baş verməsində maraqlı idi. Nərimanov olması Stepan Şamyan maraqlı idi. Stepan Şamyan istəyirdi ki, Bakıda dinc insanlara qarşı qırğın törətsin və bu hadisə Müsavat Partiyasının boynunda qalsın. Və insanlar Müsavata qarşı inamsızlıq göstərsinlər. Belə bir məqsədi var idi. Belə də olur. 1918-ci ilin 31 martında o məşhur Mart soyqırımı baş verir. İndi bu bəzən sadəcə Mart qırğını da adlandırılır, bəzən Mart soyqırımı da adlandırılır. Bu biraz hüquq termini olaraq fərqli xarakterizə olunur. Mart soyqırımı deyək, 1918-ci ilin 31 martında. Yəni Azərbaycanlılara qarşı soyqırım törədilir Bakı Soveti tərəfindən. Girirlər dinc insanların evinə, insanlara qarşı qırğın törətməyə başlayırlar. Saat neçədir Amin? 42. Hə. Orada bizim ziyalıların gücü çatmır bu soyqırıma qarşı tədbir görmək. Çünki silahı yoxdur, pulu yoxdur. Müəyyən qədər bu Bakıdakı qosu dəstələri var idi. Onlar müəyyən qədər silahlana bilirlər. Difai kimi, müdafiə kimi təşkilatlar var idi o vaxtda. Onların tərəfdarları müəyyən qədər bu qırğına reaksiya göstərməyə çalışırlar, amma çox da yüksək effekt olmur. Mart soyqırımı çox ağır bir soyqırımdır. Nə mənada? Deyilənə görə ümumi olaraq 4-5 ildən yaxın insan həlak olubdur bu soyqırım nəticəsində. Quba, Lənkəran, Xaçmaz, Bakının özündə hamısı bir yerdə. Və bu soyqırımdan sonra doğrudan da insanların Müsavat Partiyasına etibarı ölmür, amma qorxusu yaranır. Düşünün ki, deyirlər, evet, deyir, kimi də səkliysən, deyir, Müsavatı gülləliyib çıxırlar.
İnsanlar Bakı Sovetindən qorxmağa başlayırlar. Müsavatdan yəni qorxub çəkinməyə başlayırlar. Məcbur qalırlar Bakı Sovetinin bu öz başlanğıqlarına sussunlar. Və Bakı Sovetinin mövqeyi güclənir. Müsavatın mövqeyi zəifləyir Bakıda. Özü xeyli zəifləyir. Əsas səbəbləri ki, oydu ki, Müsavatın şeyi yox idi. Sosial bazası güclü olsa da hərbi bazası, texniki, maliyyə resursu çox aşağı səviyyədə idi. Və faktiki olaraq Bakıya nəzarət Bakı Sovetinin əlinə keçir. Başa düşdünüz? Bakı Soveti Bakıya nəzarəti ələ keçirir, öz istədiyinə nail olur. Və fəaliyyətini dayandırır 31 martda. Fəaliyyətini dayandırır. Əsas məqsəd nə idi onsuz? Bakını işğal edib, Bakı neftinə sahib olmaq. Düzdür? Məqsədlərinə nail oldular mı? Oldular. İndi fəaliyyətini dayandırır. Yerində 1918-ci ilin aprel ayından yaranır Bakı Xalq Komissar Soveti. Ardınca dəyişirlər, özü cüzi formada dəyişirlər. Üzvü demək olar eyni qalır. Bakı Xalq Komissar Soveti nə bir yeyinir, Lenin tapşırıqlarını yerinə yetirir. Bakı neftini birbaşa göndərir Rusiyaya, bolşeviklərə ki, vətəndaş müharibəsini onlar qazansınlar. Amma qazanmaya olar, vətəndaş müharibəsini udacaqlar. Müvəqqəti hökumət məğlub olacaq oradakı vətəndaş müharibəsində, çevrilişlə. Bakı Xalq Komissarlar Soveti gəlir, Bakı Sovetinin yerinə. Bakı Xalq Komissarlar Soveti gələn kimi Bakıda milliləşdirmə siyasəti həyata keçirir. Milliləşdirmə nə deməkdir? Dövlətin ixtiyarına keçirmək. Özlərini dövlət elan edirlər və bütün mülkiyyəti öz ixtiyarlarına keçirib, mülkiyyət dediyimiz nədir? Əsas dövlət, neft. Amma təkcə neft yox. Sənaye müəssisələri olsun, balıq vətəgələri olsun, zavodlar olsun, hamısını keçirirlər. Dövlətin ixtiyarına, sahibkarlardan alırlar, zor güclə. Və əldə edilən bütün gəlirləri şeyə göndərməyə başlayırlar. Rusiyadakı Fəhli Deputatlar Sovetinə göndərməyə başlayırlar. Amma bunlar olacaq, məğlub olacaq. Cəmi bunların ömrü 3 ay çəkəcək. 3 ay yox, biraz 4 ay. 31 yola qədər. Gəlin dərs deyəcəm, maraqlı yerlər olacaq. O AXC dərsindədir. İngilislər gələcək bizimkilərə kömək edəcəklər. Osmanlı ilə İngilislər, əvvəlcə İngilislər gələcək, bunların hamısını tutub həbs edəcək. Sonra Osmanlı gələcək, bizə kömək edəcək, biz təzədən qayıdacağıq, başını azad edəcəyik. O işi AXC-dədir. 15 sentyabr. Hə, amma o işi AXC-dədir. Deməli, AXC-də biz yatdıq 28 mayda. Amma Bakı kimdədir? BXKS-də. 31 mart soyqırımından sonra. Deməli, onda biz 28 mayda AXC-ni harada yaratmışdıq? Bayaq Tiflisdə. Tiflisdən gəlməliyik Bakıya kimi, Bakını azad edib, AXC-ni burada şeyini qoymalıyıq. Kabinetlərini burada genişləndirməliyik. Başa düşdünüz bura qədər. Nə yarımçıq qalırsa, növbəti dərslərdə mən sizə izah edəcəm. O ara həftələrdə dərsimiz olacaq həmin vaxt.